Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzahda kanalında sizi xoş gördük. Bilirsiniz ki, bu günləri Təhsil İnstitutu tərəfindən sertifikasiya verənlərin özlərini yoxlaması üçün sınaq imtahanı paylaşılmışdır və tarix fənninin suallarını bugün bu videoda mən izah edəcəm. Mən Samir Bəşirli tarix müəllimiyəm və əgər belə videolarının daha çox gəlməsini istəyirsinizsə, kanala abunə olun və like düyməsini sıxın. Həmçinin bu videonun açıqlama hissəsində mən həmin sınağı yerləşdirmişəm. O sınağı əvvəlcə işləyin, sonra qayıdın bu videoya və daha sonra cavablarınızla tanış olun. Beləliklə, başlayaq. Ümumi deyim ki, belə yəni sualların səviyyəsi normaldır. Gedib hər kəs əgər belə düşsə imtahana, normal da yazacaq. Yəni suallar da görünür ki, mənim tənqidlərimdən, bizim məhkəmə proseslərindən bunlar get-gedə nəticə çıxartmaqdadırlar. E, və təhsil institutu deyirəm ki, belə də davam. Və amma bir şey də deyim, Təhsil İnstitutu buradan eşitsin ki, əgər imtahanda sualların səviyyəsi bu səviyyədə düşməsə, onda yəni bizim növbəti məhkəmə prosesimiz başlayacaq. Çünki diskresion səlahiyyətlər deyə bir şey var. Siz millətə sualları nə cür paylaşmısınızsa, o cür də imtahanda paylaşmalısınız. Bunu da nəzərinizdə saxlayın. Başlayaq. Deməli, birinci sual nədir? İtaliyanın 20-ci əsrin 30-cu illəri ilə illərində Afrika ilə bağlı xarici siyasətinə aiddir. Baxın, Afrika ilə bağlı deyir. Biz də bilirik ki, baxın, İspaniyada faşistlərə hərbi yardım göstərib, lakin bu Avropa ilə bağlıdır. Bunu çıxdıq. Əlcəzair xalqına qarşı soyqırım bu Fransa aparıb 50-60-cı illərdə. Baxın, Efiopiyada işğalçılıq siyasətdir. Bəli, cavab budur. 30-cu illərdə Efiopiyada işğalçılıq siyasət aparırdı. Avstriya, yəni bu da Avropaya aiddir. Bu da yəni ümumiyyətcə e, yəni Afrika ilə bağlı deyil. Heç İtaliya ilə bağlı belə bir şey olmuyor. Ona görə cavab burada C bəndidir. Keçdik ikinciyə. İkinci sualımız nədir? Eyler-Venn diaqramına əsasən Türkiyə Respublikasına aid uyğunluğu müəyyən edin. Yaponiyaya müharibə elan edilməsi. 20-30-cu illərdə Yaponiya müharibə elan edilməyib. Yəni bu variantların hamısını biz buradan çıxmalıyıq. Belə olan halda A harda görürüksə onları çıxırıq. Yəni burada A var, burada var, burada var. Və baxıram ki, burada C ilə D variantları 1-də C-dir, 2-də D-dir. Baxıram variantlara. Nə görürəm variantlarda? Bir dəqiqə. Deməli, C variantına baxacağam ancaq. Çünki B variantı onsuz da oxşardır. Yeni konvensiyaya əsasən boğazlar məsələsində böyük üstünlüklər qazanması. Bu yeni konvensiya dedikləri Montreux konvensiyasıdır. Və Montreux'ə görə Türkiyə Cümhuriyyəti 36-cı ildə boğazlar məsələsində üstünlük qazanıb. Bu da düşür 2-yə. O zaman cavabımız olacaq 2C variantı olan, yəni C bəndi. Burada üçüncü variant. C bəndi bizim doğru cavabımızdır. Birdə deməli qadınların kişilərlə bərabər hüquqlu elan edilməsi 20-ci ildə konstitusiyaya əsasən. Y bəndi isə ümumiyyətcə yəni Türkiyəyə aid deyil. Y bəndində çıxsaydik zaten burada yəni buradakı Y bəndindən çıxsaydik bizim variantımız elə bu qalmalıydı. Çünki bu variantda Y yoxdur. Keçdik digər suala. Digər sual bizdə deməli 2-ci Dünya müharibəsi dövrü Almaniya-Yaponiya uyğunluğu soruşur. Deməli Çexoslovakiyanın tamamilə tabe edilməsi 2-ci Dünya müharibəsi dövrünə aid deyil. Bu 30-cu illərin sonundadır. Yəni 38-ci ildə 39-cu ildə deməli Çexoslovakiyanın tamamilə tabe edilməsi bu Almaniya 2-ci Dünya müharibəsindən əvvəl olub. Ona görə bir A-nı götürmürük. Bir A harda gördüksə həmin variantları çıxmalıyıq. Avtomatik bizim elə variantımız B qaldı. Üçlər Paktı adlanan müqavilə 1940-cı ildə Almaniya, İtaliya və Yaponiya arasında bağlanıb. 1940-cı ildə bu 2-ci Dünya müharibəsi dövrünə düşür. Millətlər Cəmiyyətindən çıxması da bu 1933-cü ildə idi və bu da 2-ci Dünya müharibəsinə düşmədiyi üçün bizim cavabımız qalır 1B, 2A. Bax, Yaponiya hava adalarında olan ABŞ hərbi bazasının zərbə endirməsi bu, deməli 1941-ci ilin dekabrında Pearl Harbor hadisəsini deyir. Bütün Avstraliyanın işğal edilməsi, Avstraliyanı ümumiyyətlə işğal edə bilmirlər, Mərcan döyüşü nəticəsində məğlub olurlar. Yunanistan da işğalı, bu da 1941-ci ildə yəni baş verir. Amma Yaponiya bunu eləməyib də.
Yəni Yaponiyaya aid deyil. Ona görə cavabımız burada A bəndi olur. Gəldik növbəti suala. Növbəti sual. Azərbaycan SSR-də İmam Mustafayevin hakimiyyəti dövrünə aiddir. Elmlər Akademiyası 1945-dir. İmam Mustafayev isə biz bilirik ki, deməli 53-cü ildən 59-cu ilə qədər hakimiyyətdə olub. Milli Azərbaycan qərargahı 1962-dir. Konstitusiya Azərbaycan dilinin dövlət dili kimi əlavə olunması. Bəli, bu İmam Mustafayevin dövrüdür. Lakin Bahar bayramının rəsmi olaraq qeyd edilməyə başlaması bu İmam Mustafayevin dövrü deyil. Vəli Axundovun dövrüdür. İcbari 10 illik təhsilə keçirilməsi də bu da Vəli Axundovun dövründədir. Ona görə cavabımız burada C bəndi. Deməli, növbəti suala baxırıq. 5-ci sual. Deməli, burada nə deyir? 40-cı illərin sonları, 50-ci illər tarixləri. Baxaq, 40-cı illərin sonları nədir? Yəni 1948-dən başlayır, ta ki neçəyə qədər? 50-ci illərin sonu, yəni 1959-a qədər. Bunların hamısına biz baxmalıyıq. İndi baxırıq. Böyük Britaniya deyir ki, Avropa İqtisadi Birliyinin təşkilində iştirak etməsi xeyr. Böyük Britaniya ümumiyyətcə qitədə heç bir dövlətin güclənməyinə imkan vermək istəmirdi. Ona görə də yəni Almaniya və Fransa tərəfindən yaradılan Avropa İqtisadi Birliyinin təşkilində Böyük Britaniya iştirak eləmədi. Ta ki 1973-cü ilə qədər. Ona görə bu düşmür. Almaniya Federativ Respublikası ərazisində işğal rejiminin ləğv olunması. Yəni bunu götürmək olar. Əslində Almaniya Federativ Respublikası yaranarkən orada işğal rejimi ləğv olunmamışdı. Yaranmamışdan qabaq ləğv olunmuşdu. Əslində qalsa belədir, amma olsun. Yəni bu variantlar içərisində həmişə uyğun variant tapmaq lazımdır. Ona görə ikini biz götürürük. Fransa müvəqqəti rejim tərəfindən idarə olunmağa başlanması. Bu 1944-cü ildir. Bunu da götürmürük. Və avtomatik bizim cavabımız qalır 2-4. Baxın, SSR-də nə deyir? İqtisadiyyatda 5 illik planların davam etdirilməsi. Yəni 46-cı ildən 50-ci ilə qədər 5 illik planlar, növbəti 5 illik plan qəbul olunub və biz fikir verirsinizsə orada 46-dan sonraki dövrdə, yəni 47, 48, 49, 50, yəni davam etdirilməsi dediyinə görə o da düşür ora və deməli 50-dən sonra da 51, məsələn 55-ci illərin növbəti 5 illik plan orada da qəbul olunur. Ona görə də SSR ilə bağlı bu cavab düzgün olacaq. 2 ilə 4-dür burada cavab. Deməli, bizim cavabımız 2 və 4 Y bəndi. Sonra gəldik 6-ya. Uyğunluğu müəyyən edin deyir. Burada biz görürük Yaponiya 3, Çin 2, deməli Hindistan və İraq. 4 isə İraqdır. Yəni yazım hamısını bir-bir istəyirsiniz sizə görə. Deməli 3 hansı oldu? 3 Yaponiya. Yaponiya. 2 Çin, 1 Hindistan, 4 isə İraq. Baxaq, 20-ci əsrin 50-ci illərində ərazisində işğal rejiminin ləğv edilməsi. Bəli, 1952-ci ildə Yaponiyada işğal rejimi ləğv edilib. Bloklara qoşulmama hərəkatının yaradıcılarından olması 1 və 2 Hindistana aid eləmək olar. Lakin Çin bloklara qoşulmama hərəkatına üzv olmayıb. Ona görə bunu buradan çıxdıq. 20-ci əsrin 60-cı illərində Respublika İdarə Üsulunun ləğv edilməsi. Yəni, bunlardan heç birində Respublika İdarə Üsulu ləğv olunmuyub. Və salam, cavab elə AD qalır, amma baxaq, 20-ci əsrin 40-cı illərində vətəndaş müharibəsinin baş verməsi, bəli, deməli, bu Çində 45-49-cu illərdə vətəndaş müharibəsi, ikinci vətəndaş müharibəsi baş verib. Bu da cavab onda olur 2 və 3, yəni A və D variantları. A və D variantları hansı variantdadır? D bəndində. D bəndində deməli A və D variantlarıdır. Sonra keçdik bura. Yunan Əhəməni müharibəsində yoxsul vətəndaşların orduda fəal iştirakı onların ictimai mövqeyinə müsbət təsir göstərdi. Eradan əvvəl 5-ci yüzilliyin ikinci yarısında islahatlar nəticəsində yoxsul vətəndaşlar bir sıra hüquqlar əldə etdilər. Aşağıdakılardan hansı və ya hansılar bu islahatların nəticələrinə aiddir? Bütün Afina vətəndaşlarının idarə etmədə iştirakı genişləndi. Bu düzdür. Bəli, bütün, yəni demosunda iştirakı genişləndi. Ona görə mən 1 olan variantlara baxıram, 1 olmayanları dərhal atıram. O zaman 3-ə baxmalıyam, 2-yə baxmağa ehtiyac yoxdur. Çünki burada deyir ki, daha doğrusu 2-yə baxıram. Hə, 2-yə baxıram. Çünki burada deyir ki, hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ qazandı. Bəli. O bir variantlar zaten atmışam. Elə cavabım burada qalır. B bəndi. Afinada senat yox idi. Borca görə qul edilmənin qadağan edilməsi isə 6-cı əsrin əvvəllərində salon islahatları nəticəsində olmuşdur. Deməli, cavabım burada oldu. B bəndi.
Növbəti suala keçək. Deməli, 8-ci sual. Azərbaycan Respublikasının 21-ci əsrin 20-ci illər tarixinə aiddir. Baxaq bu suallara. Deməli, bizə lazımdır nə? Bizə lazımdır 2020-dən 2025-ə qədər. Yəni, əslində 25 kitabda yoxdur da 24-ə qədər olan hadisələr. Qoşulmama hərəkatının tam hüquqlu üzvü olması. Bu 2011-dir. 2011. Deməli, Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi. Şuşa bəyannaməsi bu, deməli, 2021-dir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu, deməli, 2017-dir. Şərqi Zəngəzur İqtisadi rayonu 2021-dir. Qarabağ bəyannaməsi isə deməli 2024-cü ilin iyul ayındadır. Türk dili dövlətlərin zirvə görüşündə Qarabağ bəyannaməsi imzalanıb. Deməli cavabım oldu 2, 4, 5. C bəndi. C bəndi bizim cavabımızdır. 2, 4, 5. Sonra gəldik bura. Xəritə verilən dövlətlərin 20-ci əsrin 40-70-ci illər tarixi. Baxın, belə işarə qoyulanda, o demək ki, bu intervaldır. 40-70-ci illər, yəni 1940-dan başlayır, 1979-da bitir. 40-70-ci illər bu deməkdir. 1940-da başlayır və 1979-cu ildə bitir. Bu deməkdir 40-70-ci illər. Ona görə diqqətli olun. Deməli, burada bizə verilən ölkələr Misirdir. Misir, 1 Misirdir. 2 Yugoslaviyadır. 3 İtaliyadır. 4 Yunanistandır. Baxaq. Bloklara qoşulmama hərəkatının yaradıcılarından olması. Misir və Yugoslaviya. Bəli, A düzdür. A bizdə doğrudur. B-yə baxıram. İsrail dövlətinin yaradılmasına etiraz olaraq ona müharibə elan etməsi. 1 və 3. Xeyr, İtaliya müharibə elan eləməyib. Faşist diktaturasının süqut etməsi. Deməli, 1943-cü ildə burada İtaliyada faşist diktaturası biz bilirik ki, süqut edib. Ona görə biz bunu götürürük. Deməli, A, C variantı bizdə baxırıq. Deməli, Praqa Baharı adlanan demokratikləşmə tədbirlərini SSR-nin müdaxilə etməsi. Bu Çexoslovakiyaya aiddir. Ona görə bu verilən dövlətlərdən heç birinə aid deyil. Alman-İtalyan qoşunları tərəfindən işğal olunması, bəli, Yugoslaviya və Yunanistan Alman-İtalyan qoşunları tərəfindən işğal olunmuşdur. Bayaq da bir variantda belə bir sual düşmüşdü və görünür ki, bu təhsil institutunu sual hazırlayanların fantaziyası və yaxud da biraz dünya görüşü görünür. Yəni, bu belə görünür ki, yəni, biraz aşağı səviyyəlidir. Çünki eyni sualı təkrar-təkrar salmaq biraz düzgün deyil. Müxtəlif versiyalarla eyni sualları salırsınız. Deməli, cavab nə olur? A, C, Y variantları B bəndi. Sonra gəldik 10-cuya. 1917-20-ci illərdə Cənubi Azərbaycanda baş vermiş Milli Demokratik Hərəkata aiddir. Azərbaycan adlı qəzet, yəni həmin illərdə Cənubi Azərbaycanda çıxmıb. Yəni bu deyil. O vaxt Təzəddüd qəzeti çıxıb, özü ana dilində, Təzəddüd ana dilində çıxmayıb. Çar Rusiyasının müdaxiləsi ilə yatırılması, yəni bu illərdə heç Çar Rusiyası yox idi, yəni dağılmışdı. Bu da deyil. İlk dəfə konstitusiya, yəni Cənubi Azərbaycanda heç vaxt konstitusiya qəbul olunmayıb. Azərbaycan dili haqqında qanun 1946-cı ildədir, yanvar ayında. Təbrizdə pulsuz qız məktəbi. Baxın, cavab budur. Y bəndi Təbrizdə pulsuz qız məktəbi Xiyabani hərəkatına aiddir. Sonra 66-cı il Kürd çayı sahilində baş vermiş döyüşün nəticəsi. Burada yəni asan sualdır. Cavab nə olmalıdır burada? Roma qoşunları Albanlara qalib gəldi. Yəni, heç digər variantları məncə izah eləməyə ehtiyac yoxdur. Cavab Y-dir burada. Sonra 12. Verilmiş xəritədə fərqləndirilən əraziyə aiddir. Xəritədə fərqləndirilən ərazi fikir versəz Xocalı rayonudur. Xocalı rayonudur. Deyir, rayon mərkəzinin 1993-cü ildə erməni qoşunları tərəfindən işğal olunması. Xeyr, 1992-ci ildə işğal olunub. A səhvdir. Aprel döyüşləri nəticəsində bəzi kəndləri, xeyr, yəni aprel döyüşləri nəticəsində şimal cəbhəsində Tərtərin bəzi kəndləri, yəni Seysulan və Talışın bəzi yüksəklikləri azad olunub. Cənub cəbhəsində də deməli Füzulinin Lələtəpə yüksəkliyi və o azad olunub və Cocuq Mərcanlı kəndi də azad olunmayıb ha. Orada yəni atəş altından çıxarılıb sadəcə. Ona görə bu ola bilməz. Xoradiz əməliyyatı nəticəsində azad edilməsi xeyir. Həmin vaxt Cəbrayıl və Füzulinin kəndləri azad olunub. Antiterror əməliyyatı nəticəsində işğaldan azad edilməsi. Bəli, cavab burada deyil. Vətən müharibəsi dövründə tamamilə azad edilməsi xeyir. Yəni Xocalı rayonunun ərazisi həmin dövrdə tamamilə azad olunmayıb. Yalnız bir neçə kəndi həmin vaxt azad olunub. Ona görə cavab burada nə olur?
D bəndi olur. Gəldik 13-ə. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Nə olacaq? Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması. Bu Tiflis dövrüdür. Ona görə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə və Bakı dövrlərinə düşmür. Tiflis dövrünə aiddir. Deməli, A-ları biz harda gördüksə çıxmalıyıq. Dərhal A-ları atmalıyıq. İki variantımız qaldı. Bizdə D-yə heç baxmağa ehtiyac yoxdur. Yalnız C-yə baxmaqla cavabı tapacağıq. Cavab, deməli, burada C variantına baxaraq cavabı tapırıq. C-də nə deyil? İkinci hökumət kabinetinin fəaliyyət göstərməsi bu ikisinin də oxşar cəhətidir. O zaman biz bunu oxşara yazmalıyıq və cavabımız olur Y bəndi. Bizdə D, yəni Göyçay vuruşmasında Bakıya qoşunların məğlubiyyətə uğradılması, bəli, bu Gəncə dövründədir. Sonra 2-də Y, yəni Naxçıvan General Qubernatorluğu fəaliyyətə başlayıb bu Bakı dövründə. Bakı fəaliyyətə başlaması özü də avqust ayındadır. Fəaliyyətə başlayıb. Sonra yox, Naxçıvan General Qubernatorluğu yaradılıb. Baxın, Naxçıvan General Qubernatorluğu yaradılıb fevral ayında, lakin həmin vaxt o fəaliyyətə başlaya bilmədi. Fəaliyyətə başlaması avqust ayından sonradır. Avqust ayında Naxçıvan General Qubernatorluğu, yəni Cəmil Linskinin başçılığı altında fəaliyyətə başlayıb. Bunu diqqətli olaq. Sonra və BC dövlət dilinin türk dili olması bu ikisinə də oxşar cəhətdir. İkinci hökumət kabineti də hər iki dövrdə fəaliyyət göstərir. Bəli, cavabımız burada Y bəndidir. Sonra 14-də baxırıq. Rusiyanın Şimali Azərbaycanda köçürmə siyasəti ilə bağlı düzgün fikri müəyyən edin. Düzgün fikir nə olacaq? Rus ailələrinin köçürülməsi yalnız iqlimə uyğunlaşmış hərbçilər hesabına aparılırdı. Xeyr. Biz bilirik ki, burada təriqətçi və bidətçilər də köçürülüb. Xristian əhalinin sərhəd ərazilərdə yerləşdirilməsi bu ferzona yaratmağa xidmət edirdi. Bəli, köçürmə siyasəti ilə bağlı budur. Yəni, erməniləri sərhəd bölgəsində niyə yerləşdirirdilər? Azərbaycanın Osmanlı və Qacarlarla əlaqələrini kəssinlər. Fikir verin, rusları da sərhəd bölgələrində yerləşdirirlər, erməniləri də. Bunun da səbəbi dediyimizdir. Cavab B ilə burada. Digərlərinə də baxsaq, məsələn, Alman koloniyalarının salınması bölgədə Avropa ipəkçilik mədəniyyətinin yayılmasına təsir etdi. Avropa ipəkçilik mədəniyyəti, yəni yoxdur ipəkçiliyi ilə bizdən götürüblər. Ermənilərə verilən vergi güzəştləri onların yerli haliyə inteqrasiyasını təmin etdi. Xeyr. Yerli müsəlman türk əhalisi Rusiyanın mərkəzi quberniyalarına köçürüldü. Bu da ağ yalandır. Cavab burada olur B bəndi. Sonra gəldik bura. Deməli, 15-ci sual. Qədim Çində xan sülaləsinin hakimiyyəti dövrünə aid deyil. İlk dəfə vahid ölçü çəki və pul sisteminin tətbiq edilməsi bu Sin dövründədir. Qalan hamısı xan dövrünə aiddir. Burada da vaxt itirmirəm. Maraqlı suallardan biri Şah 1-ci İsmail və 1-ci Təhmasib hakimiyyət dövrlərinə aid ümumi cəhət. Deməli, Ağqoyun dövləti ilə diplomatik əlaqələr yəni heç birində olmayıb. Dərbəndər sülaləsinin hakimiyyətinə son qoyan bu 1-ci Təhmasibdir. Osmanlı dövləti ilə sülh müqaviləsi 1-ci Təhmasib. Səfəvilər dövlətinin paytaxtı köçürən 1-ci Təhmasib. Amma Səlim Şah İsmailin dövründə paytaxt tutub, Süleyman da Təhmasibin dövründə paytaxt tutub. Cavab burada Y bəndidir. Sonra keçirik növbəti sual. Deməli, 17-ci suala. 17-ci sual. Mis-daş dövrünə aiddir. Saxsı qabları bişirmək üçün kürələrin yaradılması. Bəli, bu yeni 6-cı sinif dərsliyinə əsasən deməli, kürələr mis-daş dövründə yaradılıb. Bu doğrudur. Doğru olmayanları biz buradan çıxırıq. Əhalinin əkinçiliklə məşğul olmağa başlaması. Yəni, başlanması bu mezolit dövründəndir. Onsuz da biz burada götürmürdük. İstehsal təsərrüfatının mövcud olması. Bəli, cavab belə burada Y bəndidir. Süni suvarma isə bu erkən tuzda yaranıb. Ona görə də elə Y bəndi düzgün cavabdır. Sonra 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda mis və neft sənayesinə aid ümumi cəhət. Ümumi cəhət nədir? Həm mis, həm də neft sənayesinə aid. Milli kapital heç bu sahələrdə həll edici olmayıb. İlk manufaktura ipəkdədir. İnsarların fəaliyyətinə son qoyulması xeyr, əksinə elə neft sənayesində 19-cu əsrin ikinci yarısında yaranır. Xarici kapitalın üstünlük təşkil etməsi. Bəli, hər iki sənayedə xarici kapital üstünlük təşkil edirdi. Cavab burada D bəndidir. Sonra 19. Hindistanın şimal və şimal-qərbinin Qəznəli dövlətinə birləşdirilməsi nəticəsində Abbasi xəlifəsi tərəfindən Mahmud Qəznəli sultan tituluna layiq görüldü. Bəli, bu doğrudur. Bu doğrudur. Deməli, biri götürürük. Biri biz burada götürürük.
Bu iki variantı. Bu birləri biz buradan çıxmalıyıq. Aha. Sonra 2. 11-ci əsrin birinci yarısında dini pərakəndəliyin yaranması, Qaraxanlıda heç vaxt dini pərakəndəlik olmuyub. Biz bunu buradan çıxdıq və cavabımız qaldı. Y bəndi. Talas döyüşündə Çinin ərəb xilafət tərəfindən məğlub edilməsi Uyğurların Çinin daxili işlərinə müdaxilə etməsinə şərait yaratdı. Deməli, bu doğrudur. Çinin daxili işlərinə müdaxilə etməyə şərait yaranıb. Deməli, cavab burada Y bəndidir. Satıq Buğra xanın İslam rəsmi dövlət dini qəbul etməsi, Qaraxanlı dövlətində feodal dağınıqlığı və daxili çəkişmələrin artması xeyr, bu da yanlışdır. Cavab burada deməli Y bəndidir. Sonra keçdik növbətiyə 20 deməli 20-ci suala keçirik. 24-cü ildə Türkiyə 1995-ci ildə Azərbaycan Respublikalarına aid oxşar cəhət hər ikisində konstitusiyanın qəbul edilməsidir. Cavab burada C bəndidir. C bəndi doğru cavabdır. Sonra 21. 1649-cu ildə baş vermiş hadisələri müəyyən edin. Respublika İngiltərə deməli 1649-cu ildə Respublika elan olunub. Uyğur haqqında bil 1689-dadır. Kral hakimiyyətinin ləğv edilməsi bu 1649-dadır. Stuartların hakimiyyəti bərpa olundu 1660-dadır. Lordlar Palatası ləğv edildi, bu da 1649-dadır. Deməli cavabın nə oldu? 1, 3 və 5 o da olur A variantı. Sonra keçdik digərinə 22. 20-ci əsrin ilk 10 illiyində Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvəsi idi. Yəni burada uzatmağın heç mənası yoxdur. Milli burjuaziya və ziyalılar. Digərləri səhv variantlardır. A bəndidir. Sonra 23. Rusiya-Qacarlar müharibələrinə aid uyğunluq gözlənmişdir. Yəni burada demir hansısa bir Rusiya-Qacar müharibəsi. Bu ümumi anlayışdır. Ümumi anlayış o deməkdir ki, yəni harada biz Rus-Qacar müharibəsi sözü görmüşüksə, anlayışın görmüşüksə, yəni ümumi anlayışlar bu deməkdir. Onun tərkibinə alt anlayışlar daxildir. Yəni, ümumi anlayışı sizdən soruşursa, məsələn, Rusiya-Qacarlar müharibəsi. Bunun tərkibinə daxildir. Birinci və ikinci Rus-Qacar müharibələri. Sizdən ümumini soruşursa, deməli, onun tərkibinə daxil olan alt anlayışlarla bağlı bütün nə varsa hamısını götürə bilərsiniz. Yəni, burada demir, birinci ya ikinci. Ümumiyyətcə, Rus-Qacar müharibələrinə aid nə varsa hamısını götürə bilərsiniz. Gəncənin işğal edilməsi ilə burada yerli bəylərdən ibarət müvəqqəti şura yaradıldı. Deməli, bu səhvdir. Əyalət şurası, deməli, bu yaradılıb Quba xanlığında. Rus qoşunları tərəfindən İrəvan şəhəri işğal olundu. Bəli, bu doğrudur. Rus qoşunları tərəfindən İrəvan xanlığı işğal olunub. Deməli, cavab elə B-dir burada. Amma o birlərə də baxaq. Buxarest müqaviləsi bu, Rus-Qacar müharibələrinə aid deyil. Gümrü döyüşü də Rus-Qacar müharibələrine aid deyil. Özdə Rusiya məğlub olmayıb orada. Bakı və Quba əraziləri Dərbənddə yerləşən müsəlman əyalətləri rəisliyinə tabe edildi. Bu da səhvdir. Çünki Dərbənddə hərbi rəislik yerləşirdi. Cavab B-dir burada. Sonra biraz diqqət tələb edən sualda amma 24. Yunanistan mədəniyyətinə aid olan xüsusiyyətləri müəyyən edin. Tarix elminin əsasını qoyulması. Bəli, Herodot tərəfindən tarix elminin əsası qoyulub. Deməli, digər variantlara heç baxmağın mənası yoxdur. Esxil ilk pyesin müəllifi idi. Bəli. Esxil, deməli, ilk pyesin müəllifi idi. 1-2 zəncirlənmiş Prometey əsəri. Yunan elminin ilk mərkəzi Afina yox. Deməli, Milet və İoniya şəhərlər olub 7-6-cı əsrlərdə. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında poeziyanın qızıl dövrü bu Romaya aiddir. Yəni, eradan əvvəl 1-ci əsr və bizim eranın 1-ci əsri bu Romaya aiddir. Cavab burada C bəndidir. Sonra keçdik növbəti. Verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Şimali Afrikadakı Vandal krallığının işğal edilməsi. Burada bu Bizans dövlətidir. Yəni, bunu bir balaca yendirim aşağı ki, rahat görə bilək variantların hamısını. Aha. Deməli, bu Bizans dövlətidir. 2A-dır. Poitiers döyüşündə Əməvi qoşunlarının məğlub edilməsi. Bu Frank dövlətidir. 1B, 2A variantını axtarıram dərhal. 1B, 2A. Deməli, bax, burada 1A-da bunu çıxdıq. Aha. 2A variantı. Onda bunu da çıxıram. Deməli, mənim 2 variantım qaldı. Ya budur, ya da budur. C-yə baxıram. Roma imperiyasının parçalanması nəticəsində yaranması bu. Bizansa aiddir. AC. 2AC. Cavabım oldu C bəndi. 3-də isə DY olmalıdır. Baxaq.
Ərəblərə qarşı mübarizə aparması, hər ikisi mübarizə aparıb. Erkən orta əsrlərdə mövcud olması hər ikisi də mövcud olub. Cavab C idi burada. Sonra gəldik digər suala. Verilənlərdən hansıların yerini dəyişməklə xronoloji ardıcıllıq gözləmək olar? Baxın, alanların Albaniya yürüşlərinin başlanması. Bu, məsələn, 1-ci əsrdə, gəlin 72 götürək bizim era. İkinci Kirin, Massagetlərin ikinci Kirin qoşunlarına qalib gəlməsi. Bu, tutaq ki, eradan əvvəl 530 götürək. Makedoniyaya qarşı baş vermiş üsyanın Atropat tərəfindən yatırılması. Bu, eradan əvvəl deməli 327 götürək. Padşah şəhərinin Aşurbanipal tərəfindən dağılması. Yəni bu belə biraz səviyyəsiz oldu bu sual. Amma yəqin ki, burada İzirtunu nəzərdə tutur. Padşah şəhəri. Yəni həmin dövrdə Aşurbanipal çox şəhərləri işğal edib. Lakin yəqin ki, bu e, Mannanın paytaxtı İzirtunu nəzərdə tutur. Bu da 650. Lap heç onu bilməsək belə biz bilirik ki, Aşurbanipal alanlardan əvvəl olub da. Yəni bunların hamısından əvvəl olub. Ona görə 1-4 cavab B bəndi olmuş olur. Amma yenə də məsləhət görürəm ki, belə yəni özünüzü dolaşdırmayın. Sabahları əgər orada Aşurbanipalın hansısa bir başqa şəhərə hücumu da sübuta yetirilsə, yəni təhsil institutunu tamamilə məhkəməyə vermək olar. Düzdür, bu sualda olmaz. Çünki bu sualda artıq bunların səhvi olsa belə, hər halda Aşurbanipal aydın məsələ ki, bunların hamısından əvvəldir. Amma variantın özündə də diqqətli olsunlar. Yəni padşah şəhəri, hansı padşah şəhəri? Aşurlar bütün dövlətlərin paytaxtlarını padşah şəhəri adlandırırdılar. Hə. Ona görə mən məsləhət görərəm o təhsil institutunun tarixçilərinə ki, biraz elmi əsərlər oxuyun yəni. Siz institutun təmsilçilərsiniz. Hansısa müəllim sizə irad tutmamalı. Hə, deməli, burada nə deyir? Eyler-Venn diaqramıdır. Yusif Nəbsac, Məhəmməd bin Mərzban ibn Məhəmməd. 10-cu yüzilliyin ilk rübündə Şərqi Gürcüstanın asala salınması. Yəni bu Yusif bin Əbsac olacaq. Çünki ilk rüb deyəndə 925-ci ilə qədər olur. Bu Yusif bin Əbsaca aiddir. Sonra Rəvvadilərlə mübarizədə Ərdəbilin itirilməsi. Bu heç birinə aid deyil. Sizə də bir məsləhət verim. Yəni əgər heç birinə aid olmayan, dəqiq bildiyiniz bir variant tapdınızsa, dərhal həmin variantlar hardadırsa, o variantları çıxdaş edirsiniz. Məsələn, Ərdəbilin itirilməsi B bəndi. Burada var, burada var, burada var, burada da var. Deməli, mənim cavabım nə qaldı? Y bəndi qaldı. Gəlin yoxlayaq. Vergi işini nizama salmaq üçün qanunnamə. Bu Mərzban ibn Məhəmmədə aiddir. Burada onsuz da bizdə A qalmışdı. Bərdədə Slavyanlara qarşı mübarizə aparması. Bu da Mərzban ibn Məhəmmədə aiddir. 3Y yazıb Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi. Bu da hər ikisinə aiddir. Deməli 1A, 2C-dir, 3Y. Sonra keçdik növbətiyə. Növbətiyə keçdik. 28. Zaman oxuna əsasən xronoloji ardıcıllığı müəyyən edin. Baxaq. Aha, burada yazmaq lazımdır. İslam dininin meydana gəlməsi 610-cu il. Bağdad şəhərinin əsasının qoyulması bu 762-ci il. Bədir döyüşündə müsəlmanların qalib gəlməsi bu 624-cü il. Ərəb qoşunları tərəfindən Fələstin, Suriya və Misirin fəth edilməsi bu da təxminən 638-ci il. Belə olmalıdır. Hə, 638 təxminən olmalıdır. Amma 600 kitabınıza görə, sizin kitaba görə biraz fərqli yazıblar. Gəlin bax, bunu götürək, 635 götürək, gəlin. Amma 638-dir. Olsun. Gələk bura. Çünki niyə bunu belə götürdün? Orada kitabda yazır ki, yəni buralar fəth olunandan sonra İrana hücum edir. Ona görə düzgün olsun deyə, yəni onu elə götürdük. Burada İslam dininin meydana gəlməsi. Deməli, bir, burada uyğun gələn A-nın qabağında olmalı. Yəni, buraları bir-bir yazırıq. 1. Sonra hansı gəlməlidir? Sonra gəlməlidir 3. Sonra hansı gəlməlidir? Burada 4 və 2. Deməli, 1A, 2D. 1A, 2D variantı A bəndindədir. A bəndini yazdıq. Sonra növbəti gəlir 29. Səfəvi hökmdarı Şah II Təhmasibin hakimiyyəti dövründə Şimali Qafqazın strateji məntəqələrində möhkəmlənməsinin qarşısı alındı. Bu 2-ci Abbasa aiddir. Bunu çıxdıq.
Səfəvi qoşunların İrəvan və Həmədan yaxınlığında Osmanlılara məğlub olması. Bəli, ikinci Təhmasib 1730-cu ildə, daha doğrusu 31-ci ildə Nadirin Xorasana getməsindən istifadə edərək öz nüfuzunu qaldırmaq üçün hücuma keçir, lakin İrəvanla Həmədan yaxınlığında məğlub olur. Cavab elə budur. Gəncə müqaviləsi 1735 bu düşmür. Bu 3-cü Abbasın dövrünə düşür. Stepan Razin bu Süleymanın dövründədir. Osmanlı dövlətinə qarşı Qərbi Avropa dövlətləri ilə hərbi ittifaq bağlaması bu da yanlış variantdır. Bir B, yəni burada 29 B bəndidir. B bəndi. Daha sonra 30 Böyük Səlcuq dövlətinin 11-ci yüzilliyin 70-ci illərinə aiddir. 11-ci yüzilliyin 70-ci illəri, yəni 1070-ci illərdə Malazgirt döyüşündə 1071-də Bizans məğlub edilib. Paytaxtın Rey şəhərinə köçürülməsi 1043-dür. Sultan Səncər, yəni bu dövrdə olmayıb. Şirvanşahların asıla salınması 1066-dır. Azərbaycan ərazisində yerləşən dövlətlərin asıla salınmasına başlanması 1054-dür. Deməli, cavabım burada C bəndidir. Sonra 31 Qızıl Ordu dövlətinin 15-ci əsr tarixinə aid deyil. Aha, aid deyil deyir. Müstəqil dövlətçiliyin sona çatması. Xeyr, bu 16-cı əsrdə sona çatıb. Deməli, mən burada 1-i götürməliyəm. 1 olmayanları dərhal çıxıram. O zaman fikir verirsə, yalnız 3-ə baxmalıyım. Moskva knyazlığının asılılıqdan çıxması. Yəni, Moskva knyazlığı, bəli, 15-ci əsrdə asılılıqdan çıxıb. Ona görə biz bunu da buradan çıxırıq. Cavabımız qalır bu. 4-ə baxsaq, deməli, 2-yə baxsaq, ərazisində müstəqil türk xanlıqlarının yaranması. Bu 15-ci əsrdə idi. Ağqoyunlarla diplomatik əlaqələrin qurulması bu aiddir 15-ci əsrə. Cavabımız olur nə? B bəndi. Yalnız 1. Yeri gəlmişkən, bu testi işləyəndə ola bilər ki, indi cavablarda nəsə fərqli bir şey görsəz, o zaman şərhdə qeyd edin. Mən də girim düzəldim onları. 32. Səfəvi və Osmanlı dövlətləri arasında imzalanmış Kirmanşah sülh müqaviləsinə aiddir. Kür çayının Osmanlılarla Səfəvilər arasında sərhəddə çevrilməsi. Kirmanşahda Araz çayıdır və cavab burada B olur. Cavab B olur. B bəndi. Yəni bunlar digərləri heç biri səhvdir. Çünki bu Osmanlı tacirlərinə aid heç bir bənd yoxdur. Son 10 ildə sözü Bağdad müqaviləsinə aiddir. Səfəvilər ərazisində Osmanlı Krım tacirlərinə, yəni tacirlərlə bağlı dedik ki, orada heç bir bənd yoxdur. Cavab burada B bəndidir. Sonra 33 xronoloji ardıcıllığı müəyyən edin. İrəvanda müəllimlər seminariyası 1881-dir. Əkinçi qəzetinin nəşrə başlaması 1875-dir. Qəza məktəblərinin 6 illik pullu məktəbə çevrilməsi 1872-dir. Bakıda gimnaziya tipli ilk rus dilli orta məktəb, orta təhsil müəssisəsinin açılması isə 1865-dir. O zaman ən birinci gələcək 4, ən axırda gələcək 2. Görə elə bir variantımız, harada üzr istəyirəm, ən axırda 1 gələcək. Elə bir variantımız, deməli, B və D variantlardır. Amma 4-dən sonra gəlməlidir 3, o zaman cavabımız qalır. B bəndi. B daha düzgün cavabdır. Sonra keçdik digərinə. Burada xəritədə işarələnmiş Azərbaycan xanlığının 18-ci əsrin 50-ci illəri tarixinə aiddir. Yəni, söhbət gedir İrəvan xanlığından. İrəvan xanlığının 50-ci illər tarixi, yəni 1750-dən 1759-a qədər. Baxaq, Quba xanlığı ilə dostluq münasibətlərinin qurulması. Yəni, belə bir şey biz oxumamışıq. Hökmdarın yanında ali qanunverici. Ümumiyyətlə, qanunverici sözü Azərbaycanda 1918-ci ilə qədər götürülməməlidir. Yəni, bu səhvdir. Qacarlar dövləti daxilində gömrük ticarət hüququna malik olması. Yəni, belə bir şey absurddur, yəni yoxdur. Yeni sülalə, bəli, 1755-də burada hansı sülalə gəlir hakimiyyətə? Bəli, Qacarlar sülaləsi. Cavab burada D-dir. Rusiya dövləti ilə dostluq müqaviləsində heç vaxt imzalanmayıb. Aha, sonra gəldik 35-ə. Azərbaycan müəllimlərinin birinci qurultayında qəbul edilən proqramın vacib müddəalarına aid deyil. Aha, elə birinci bəndə baxıram, burada yazıb ali məktəb şəbəkəsi. Yəni, ali məktəb nədir, birinci qurultay nədir? Yəni, hələ ki, bir məktəbləri açsınlar, qutarsınlar, qalsın ali məktəb. Yəni, bu A elə ilk baxışdan da görünür ki, bu səhvdir. Amma məsələn, Azərbaycan türkçəsini öyrənməyim icbariliyi, bəli, Azərbaycan türk dilinin icbari fən kimi keçirilməsi var idi. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, bu var idi. Qadın təhsilinin inkişafı, bu da var idi. Məktəb şəbəkəsinin genişləndirilməsi, bu da var idi. Yəni, proqramın 4 dənəsi bunların yəni, əsas müddəalardır. Lakin ali məktəb, biz bilirik ki, Azərbaycanda ilk dəfə 1919-cu ildə açılıb. Bakı Dövlət Universiteti. Söhbət gedir bu dövrdə də. A bəndi daha düzgündür.
İlk universitet bizdə deyirik 19 açılıb. 36. Azərbaycan SSR-də 1920-ci illərdə mədəniyyətin müxtəlif sahələrinə e, sosialist ideyalarını təbliğ etmək üçün səmərəli vasitəsi kimi baxırdılar. E, Buna görə də bu istiqamətdə müxtəlif tədbirlər görüldü. Aşağıdakılardan hansılar həmin dövrdə dövlətin təbliğat imkanlarını xeyli artırmışdır? Yəni deyir ki, 20-ci illərdə mədəniyyət vasitəsilə, ola bilər teatr, ola bilər, nə bilim, kino və s. Bunların vasitəsilə sosialist təbliğat aparırdılar. Yəni və o mədəniyyət vasitələri, mədəniyyət deyək ki, sahələri dövlət üçün bir vasitəyə çevrilmişdi. Əhali arasında kommunizm təbliğatını, sosializm təbliğatını aparsın. Deyir ki, aşağıdakılardan hansıları həmin dövrdə dövlətin təbliğat imkanlarını xeyli artırmışdı? Azərbaycan dilində ilk mətbuat orqanları biz bilirik hələ 19-cu əsrdə yaranıb. Yəni bu ola bilməz. Təcəddüd qəzeti, yəni bunun Şimali Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycan Dövlət Kino İdarəsi, bəli 1926-da yaranıb bu. 20-ci illərə aiddir. Həmin dövrdə deyir, amma diqqətli olaq. İlk radiostansiyanın fəaliyyətə başlaması, bu da elə 1926-dadır. 3 ilə 4 cavab burada D bəndidir, 3 və 4. Sonra gəldik digərinə. 37. 13-14-cü əsrə aid memarlıq abidələrini müəyyən edin. Buğurt qalası, Möminə xatun türbəsi. Bunlar 12-ci əsrə aiddir. Şeyx Cüneyd, ümumiyyətlə bütün şeyxlərin hamısı nədir? 16-cı əsrə aiddir. Amma Əlişah məscididir, Bərdə türbəsidir. Bunlar isə 13-14-ə aiddir. 3 ilə 5. C bəndi. Daha sonra gəldik 38-ci suala. Osmanlı dövlətində Lalə dövrünə aiddir. Yəni 1718-dən 1730-a qədər. Baxaq. Dünya hərb tarixində ilk dəfə qumbaraçılar ocağının yaradılması. Bu, biz bilirik ki, 1-ci Mahmuda aiddir. Bu, ola bilməz. Prut yürüşü zamanı Rus qoşunları Osmanlı ordularının məğlub edilməsi. Xeyr, bu 1711-ə aiddir. Bunu götürmürük. Rusiya imperiyası ilə müqavilə imzalanması. Bu müqavilə, yadımıza salaq, Rusiya ilə həmin dövrdə bağlanan müqavilələri. 1724-də İstanbul müqaviləsi bağlanıb və bu İstanbul müqaviləsi də təbii ki, düşür. Siz belə suallarda dərhal həmin dövrdə 18-ci əsrin birinci yarısında bütün müqavilələri yada salın. 18-ci əsrin birinci yarısında deməli 1711-də var Rusiya ilə müqavilə və 1724-də var. Hətta 18-də də var, lakin o 18-dəki müqavilə düşmür. Heç kitabda da yoxdur 18-dəki müqavilə, amma 24-də var. 24-də düzdür, ümumi tarix kitabında yazılmasa da, hər halda Azərbaycan tarixində yazılıb. Siz mövzular arasında əlaqələri yaratmağı bacarmalısınız, müəllimlər. Ona görə yəni belə şeylərdə diqqətli olun. Cavab burada C-dir. Səfəvi dövləti ilə Bağdad müqaviləsi bu 1733 düşmür. Nadir Şah Əfşar da Lalə dövründə hakimiyyətdə olmayıb. Nadir xan desəydi, məsələn, Nadir xana məğlub olması desəydi, bunu da götürə bilərdik. Gəldik bura 39. 20-ci əsrin əvvəllərində Çin və Qacarlar dövlətlərinə aid oxşar cəhət nədir? 20-ci əsrin əvvəllərində hər ikisində də deməli konstitusiya qəbul olunub. Çində 1911-ci ildə, Qacarlarda isə 1906-cı ildə. Y bəndidir. Digərlərin hamısı səhvdir. Sonra baxırıq 40-cı suala. Reformasiya dövründə Almaniyada baş vermiş kəndi müharibəsinə aid deyil, deyir. Deyir ki, feodal qaydalarının kapitalist münasibəti ilə əvəz olunması. Bəli, belə bir şey baş verməyib. Əksinə, feodal qaydalar daha gücləndirilir. Amma Thomas Müncherin rəhbərliyi ilə idi. 16-cı əsrin ilk rübündə, yəni 1624-25-ci illərdə idi. Məğlubiyyətdən sonra feodal qaydalar daha da sərtləşdi. Şəxsən azad olan kəndlilər təhkiminə alına salındı. Bəli, bunlar hamısı doğrudur. Cavab burada C bəndidir. Yeri gəlmişkən, son bir ayda bizim MİQ və sertifikasiya üzrə sınaq qruplarımız fəaliyyət göstərir. Qoşulmaq istəyənlər açıqlama bölməsindəki deməli, nömrəyə yaza bilərlər. Deməli, 41-ci suala baxaq. 1856-cı il Paris sülh müqaviləsinin şərtlərinə aid deyil. Krım müharibəsi nəticəsində bağlanıb bu sülh müqaviləsi və həmin müqaviləyə görə tərəflər işğal etdikləri torpaqları geri qaytarmalıdırlar. Bəli, Cənubi Bessarabiya qaytarılır Osmanlıya və Sevastopoldan da Osmanlı qoşunları çıxarılır, Rusiyaya qaytarılır. Deməli, bu aiddir. Bolqarıstan bu müqavilədə yoxdur, heç ardını oxumuram. Çünki bu
Berlin Konqresinin nəticəsindədir. Bosfor və Dardanel boğazları sülh dövründə xarici hərbi gəmilərə bağlanmalı idi. Bu da var. Aid olmayan elə əslində burada B-dir. B-dir. Mən üstünə xətt çəkdim. Cavab B-dir. Qaradənizdə heç bir dövlət hərbi donanma saxlamamalı idi. Bu da aiddir. Yəni heç bir dövlət, nə Osmanlı, nə Rusiya hərbi donanma saxlaya bilməzdi. Osmanlı dövlətinin ərazi bütövlüyünə Avropa dövlətləri tərəfindən zəmanət verilməli idi. Bu da aiddir. Cavab burada B bəndidir. B. Bolqarıstan bayaqları dedik ki, Berlin Konqresinə əsasən Osmanlıdan asılı knyazlığa çevrilib. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikası Qarabağ İqtisadi Rayonu üzərində öz suveren hüquqlarını tamamilə bərpa etdi, bölgə qanunsuz terrorçu qruplaşmalardan təmizləndi. Bəhs olunan antiterror əməliyyatının Azərbaycanın əvvəlki qələbələrindən fərqli cəhəti idi. Aha. Əməliyyat ərəfəsində ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycanın legitim hərbi müdaxilə hüququ dəstəkləndi. Xeyr, heç vaxt belə bir şey olmayıb. Heç vaxt ATƏT bizim hərbi müdaxilə hüququmuzu dəstəkləməyib. Çünki onların işi gücü ancaq münaqişəni donduraraq yəni uzatmaq idi. Kəlbəcər, Laçın və Ağdam rayonları işğaldan azad edildi. Xeyr, bunlar Vətən müharibəsi nəticəsində olub. Hadrut və Suqovuşan qəsəbələri, yəni bu da Vətən müharibəsi nəticəsidir. İşğalçı və qondarma rejim fəaliyyətini dayandırdığını elan etdi. Bəli, antiterror nəticəsində yəni rejim fəaliyyətini dayandırdığını elan edib. Cavab elə deyildi burada. Əməliyyat ilk dəfə olaraq yalnız xarici müşahidəçilərin iştirakı ilə aparıldı. Yəni bu məntiqsiz bir cümlədir. Məntiqsiz bir cümlədir. İlk dəfə yalnız xarici müşahidəçilər. Yəni bu yanlışdır. Cavab burada deyil. Sonra gəldik 43-ə. Cədvəldə verilənlərdən hansılar və ya hansıları Albaniyanın daxili müstəqilliyin bərpasına şərait yaratmışdır? Hansı və ya hansıları? Cümləni də biraz düz qurmayıblar. Cavabda verilənlərdən hansılar olmalıydı? Olsun. İkinci Façenin başçılığı ilə azadlıq hərəkatı, bu zaten həmin vaxt Albaniyanın daxili müstəqilliyi var idi. Sasanilərin Axundlara qarşı mübarizədə məğlub olaraq zəifləməsi, bəli. Biz bilirik ki, 484-dən sonra Sasanilər zəifləyir və həmin vaxtda Qafqaz xalqlarının üsyanı baş verir. O üsyan nəticəsində Sasanilər deməli zəifləyərək Qafqaz xalqlarının, yəni Albaniyada dövlətin öz müstəqilliyini bərpa etməsinə şərait yaradır. Daxili müstəqilliyi bərpa olur. Mən 2-ni götürürük, 1-i götürmürük. 1-i götürmürük. 3-ə baxıram. 1-ci Xosrov Ənuşirvanın əhaliyə qarşı sərt cəza tədbirləri görməsi. Yəni bunun da ona heç bir aidiyyatı yoxdur. Heç məntiqlə də uyğun gəlmir. Xosrov Ənuşirvan əhaliyə qarşı sərt cəza tədbirləri görməsi nəticəsində necə Albaniyanın daxili müstəqilliyi bərpa olunur? Yəni bu da məntiqsiz bir cümlədir. Ona görə cavabımız olmalıdır nə? Y bəndi. Həmişə sualları təhlil eləyin. Variantları təhlil eləyərək həll eləyin. O zaman siz yəni bütün suallara da düz cavab verəcəksiniz. Cavab burada Y-dir. Gəldik 44-ə. Soyurqal və tiyul torpaq mülkiyyət formalarına aid ümumi cəhət. Ümumi cəhət nədir? Hər ikisinə aid ümumi cəhət. Deməli, nə olacaq? Hərbi xidmət əvəzində paylanması. Bəli, cavab Y-dir. Hərbi xidmət əvəzində. Yəni, digərlərinə vaxt ayırmıram. Ya da ayıraq. Yalnız irsi xarakter daşıması bu soyurqala aiddir. Yəni, bu tiyula aid deyil. Dini idarələrə və məscid kilsələrə məxsus olması bu, deməli, vəqfə aiddir. Özdə kilsələrə ancaq 19-cu əsrdə biz vəqfi deyirik. Sahibinin bütün vaxtlarda vergi toxunulmazlığı hüququna malik olması. Bütün vaxtlarda yazılır. Belə bu cümlənin özü sizə göstərir ki, bu səhvdir, sizi çaşdırmaq üçün salır. Hökmdar və onun ailəsinə məxsus, bu da xasdır. Xassisə, xalisə. Ona görə cavabımız elə Y bəndidir. Sonra gəldik 45-ci suala. 45-ci sual. Mannanın eradan və 8-ci əsrin 1-ci yarısı, 2-ci yarısı tarixinə aiddir, üzr istəyirəm. Deməli, 750-dən 701-ə qədər eradan əvvəl. Baxaq, 2-ci Salmanasar bu 9-cu əsrə aiddir. Ahşerin Midiya ilə müttəfiq olması bu 7-ci əsrə aiddir. Canişinlik sistemi bu dövrdə yaranıb, ləğv olunmuyub. Hakimiyyət irsən keçməyə başlayır, bəli. Kimin dövründə? Kimin dövründən başlayaraq? Bəli, İranzun dövründən başlayaraq. Yalnız Urartu ilə dostluq əlaqələrinin saxlanması, yəni bu da yanlışdır. Çünki həmin dövrdə çox qısa müddət Ulusunun dövründə Urartu ilə dostluq olsa da əsasən Assuriya ilə dostluq əlaqələri saxlanılıb. Hətta orada variantda olsaydı yalnız Assuriya ilə dostluq əlaqələri o da səhv olacaqdı. Çünki niyə?
Dediyim kimi, qısa müddətli olsa da, yəni bir illik olsa da, bir neçə aylıq olsa da, ulusun deməli, Urartu ilə dostluq əlaqələri də saxlayıb. Yəni belə bir şeylərə də diqqət eləmək lazımdır. 46. Döyüşlər Savalan dağı yaxınlığında və Hilat yaxınlığında. 8-ci əsrin 30-cu illərində baş verməsi. 1A. Deməli, burada nə deyirdi? Heç varianta biz baxmadıq. Deyir uyğunluq, ha. 8-ci əsrin 30-cu illərində 731-ci ildə Savalan döyüşü olub. Deməli, 1A-dır. A olmayanları buradan çıxıram. Əməvi qoşunların Xəzərlər tərəfindən məğlub edilməsi. Əməvi qoşunları Xəzərlər tərəfindən deməli, məğlub ediliblər həmin dövrdə, doğrudur. 1AB. O zaman bunları da çıxsaq, cavab qalır elə bu. Xəzərlərlə Albanlar arasında olmayıb bu döyüş. 2-yə baxıram, Hilat yaxınlığında döyüş. O da elə 731-də olub. Ərəblər Xəzərlərin hücumunu dayandırıb. Elə cavab budur. D bəndi. Albaniya ilə aidiyyatı yoxdur. Bəz qalasında da aidiyyatı yoxdur. Cavab burada D bəndidir. Keçdik digər suala. 47. Şirvanşahlar dövlətinin 11-ci əsrin 60-cı illəri və 14-cü əsrin 60-cı illəri tarixinə aid ümumi cəhətləri müəyyən edin. Yəni 1060-cı illər və 1360-cı illər hər ikisində də ə, Səlcuqların hücumuna məruz qalması bu səhvdir. Bunu biz buradan çıxdıq. Paytaxtının Bakı şəhəri olması. 11-ci əsrdə paytaxt Bakı şəhəri olmayıb. Ona görə ikində buradan çıxdıq. Kəsranilər sonrası tərəfindən idarə edilməsi, bəli. Asılı vəziyyətə düşməsi, bəli. Çünki 1066-da Səlcuqlardan, 1367-də də Cəlalirlərdən asılı vəziyyətə düşüb. Cavab burada C bəndidir. Sonra 48-ə biz baxırıq. 48. Nə deyir 48-də? Ağqoyunlu hökmdarı Sultan Yaqubun hakimiyyəti dövrünə aiddir. Şirvanşahlar dövləti ilə müttəfiq, bəli. Çünki biz bilirik ki, Şahdağ döyüşü 1488-də Sultan Yaqub həmin vaxt Fərrux Yasarla müttəfiq idi. Paytaxtın yeni şəhərə köçürülməsi, yəni Yaqubun dövründə paytaxt heç ara köçürülməyib. Ümumiyyətcə, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərin paytaxtları köçürülməyib. Teymuri dövləti ilə müharibə, yəni Yaqub Teymurilərlə də dostluq əlaqələri saxlayıb. Osmanlı dövləti ilə dostluq münasibətləri, bu da doğrudur. Deməli, 1-lə 4, A bəndi. Keçdik bura 49-a. Azərbaycan Respublikasının beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunduğu illərə aid uyğunluq. Deməli, burada biz baxırıq, Avropa Şurasına 2001-də qəbul olub. Bəli, 4 doğrudur. 4 olmayanları buradan çıxırıq. Və baxıram, ATM 92-ci ildə qəbul olub. Bu da doğrudur. NATO-ya isə Azərbaycan heç vaxt qəbul olmuyor. Cavab burada olur. Deməli, Y bəndi. Cavab burada olur. Y bəndi. Keçdik digərinə. 50. Fransada qəbul edilən insan və vətəndaş hüquqları bəyannaməsinə aid deyil. ABŞ-nin istiqlaliyyət bəyannaməsi əsasında hazırlanması doğrudur. Hakimiyyətin yeganə mənbəyinin xalq hesab olunması. Bu da doğrudur. İnsanların azad və bərabər hüquqlu doğulmasının qəbul edilməsi. Bu da doğrudur. Deməli, vətəndaşlara söz və mətbuat azadlığının verilməsi. Bu da doğrudur. Ölkənin siyasi quruluşunun konstitusiya monarxiya elan edilməsi xeyr. Bu 1791 konstitusiyasına aiddir. Cavab burada Y bəndidir. Vəssalam müəllimlər, bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. İnşallah növbəti günlərdə sertifikasiya ilə bağlı əlavə də belə testlər hazırlayacağıq, testlər paylaşacağıq və ona görə də bizim kanalı izləmədə qalın, onu digər yerlərdə paylaşın, bu sınağın özünü də paylaşın ki, daha çox adam deməli bu sınağı işləsin. Həmçinin açıqlama qismində qeyd elədiyim Telegram linkinə də abunə olun ki, orada da mən əlavə sınaqlar və suallar paylaşıram. O suallarla da tanış olasınız. Sağ olun, salamat qalın.